Həkim məsləhəti olmadan antibiotik qəbul eləməyin. Heç vaxt. Çünki sizin qəbul elədiyiniz antibiotik öz başına həkim məsləhəti olmadan sizin orqanizminizdə mikroblarda rezistentlik, yəni antibiotika qarşı heç bir reaksiya olmayacaq gələcəkdə, rezistentlik yaradır. Elə olur ki, artıq mikrob öyrəşir antibiotiklərə və daha ciddi vəziyyətlərdə artıq həmin antibiotikə cavab verməyəcək və daha güclü və yan təsirləri daha ağır olan antibiotiklər artıq lazım olacaq və bəzən bilib-bilmədən elə antibiotiklər qəbul edirlər ki, xəstələr o xəstəliyi antibiotiksiz və ya antibiotikin düzgün təyin olunması ilə çox yaxşı müalicə eləmək olardı. Amma bilmədən, yəni həkim məsləhəti olmadan qəbul olunan antibiotiklər nəticəsində xəstəlik elə bir vəziyyətə gəlib çıxır ki, artıq onu heç cürə ipə sapa yatırtmaq, müalicə eləmək mümkün olmur, çox çətin olur və xəstəlik xroniki hal alır, əziyyət verir. Ona görə neynirik? Həkim məsləhəti olmadan antibiotik qəbul eləmirik. Qoyun həkim resept yazsın, sonra siz antibiotika alın, qəbul edin. Sizə sağlıq, can sağlığı arzulayıram.